Həmin o mərsiyəni ki yazıb Seyyid Əzim, hər kəs ki Hüseyin tək olmaz aşıq, zövqi ələmi səfanı bilməz. Nuş eyləməyən meyi bəlanı, keyfiyyəti Kərbəlanı bilməz. Seyyid şahkarlıq eləyib da burada. Həngamə bir şey də onun oxuyun, mərsiyə kitablarında var, orta beytlərində hələ görün nələr var. Mən elə bir həmişəki kimi əvvəlindən əzbərləyirəm, bir axırından, ondan artıq istedadı yoxdur axı. Hər kəs ki Hüseyin tək olmaz aşıq, zövqi ələmi səfanı bilməz. Nuş eyləməyən meyi bəlanı, keyfiyyəti Kərbəlanı bilməz. Axırında da Seyyid Allah rəhmət eləsin, da çox yormayım, deyir, Arif bu əzada sinə dağlar. Arif yəni İmam Zaman. Hədislərimizdə də var Arif, alim. O bəzi yerdə təqiyyə eləyəndə ya alim deyiblər, ya Arif deyiblər. Arif bu əzada sinə dağlar. Seyyid o şəhə ümidim bağlar. Seyyid Əzim deyir, mən də deyir o şəhədə ümidimi bağlamışam. Arif bu əzada sinə dağlar. Seyyid o şəhə ümidim bağlar. Hər kəs ki bu macərada ağlar, məhşərdə qəmu bəlanı bilməz. Millət eşitsin bu sözü. Bu millətin Seyyid Əzimi deyir ki, kim bu matəmdə, bu məhərrəmlikdə demir toy eləsə, məhşərdə kefi saz olacaq. Deyir, kim bu matəmdə ağlasa, buna ehtiram eləsə, məhşərdə qəmu bəlanı bilməyəcək. Allah Muhammed Ali Muhammed xatirinə bizim məhşərimizi, can verməyimizi, qəbrimizi, dünyamızı, axirətimizi Hüseynsiz qərar verməsin.